Bu bizim köhnə məktəb binasıdır və pis gündədir. Gördüyünüz kimi pis gündədir. Amma birisi mən sözümün canı nədir? Bu bomboş qalıb, boş qalıb. Yəqin ki burada çox gözəl bir neysə yaratmaq olar. Nə bilim, istəyirsiniz sənaye müəssisəsi, istəyirsiniz pansionat, istəyirsiniz, mən nə bilim, nə deyirsiniz də. Yeri gözəl yerdir, düzdür. Bunun binanın tikilişində problemlər var. Çünki o vaxt bunu tələbələr tikib. Tələbələr tikib bu binanı və biraz artıq Sovet hökumətinin laxlayan vaxtları idi. Bildiyimə görə buradakı sementi da satıb dağıdırlar. Yəni, uzun müddət tikilmədi. Hətta o vaxt yadımdadır, Kommunist qəzetində bir məqalə dərc olunmuşdu. Çiçi məktəbi niyə tikilmir? Uzun müddət tikildi, sonra dayandı, sonra tikildi, dayandı. Sonunda da belə. Yarımçılıq tikildi. Burada idman zal olmalıydı, tikilmədi. Burada indi mən sizə bir maraqlı bir şey göstərəcəm. Bu məktəbin kaçiqarkasıdır, qazanxana deyək də. Və burada kaçyollar var. Yəni xərc çəkilib də bu yüksək, o vaxtın texnologiyalarının yüksək texnologiyalı kaçyollar sayılırdı. Və ən maraqlısı odur ki, bu kaçyollar bir gündə olsa işləməyib. Bir gündə olsa işləməyib. Elə tikiləndən bunlar yəni sona çatdırılmadı deyənə qaldı elə. Bu ilə dağılıb gedir. Çox qəribədir, çox qəribədir. Və məktəbin binasındakı görürsünüz də. Yəni deyirəm ki, bu çox, elə yeri nə desən deyər, çox gözəl bir yerdir. Kəndin yuxarı hissəsi, çox böyük ərazisi var. Yəni bu müvafiq iş adamları deyim, müvafiq orqanlar mı deyim, bu boyda yerin boş qalmasını gərək rəva bilməsinlər də, bundan istifadə eləmək olar hər halda. Mənim yerlərini dağıdıb təzdən sökmək olar. Lap belə dağıdıb sökmək də olar. Yəni pis gündədir. Burada içərisində salamat yer yoxdur. Salamat yer yoxdur. Vaxtıyla laboratoriyadır bu. Çox maraqlıdır bu. Elə bilərsiniz, insan skeleti diyor, laboratoriyada var. Biz bunun üstündə dərs keçirdik. O vaxtları köhnə məktəbdə, əvvəlki bu məktəb yox. Bax, indi gətirib bura atıblar bunu. Yəni, bu plasmasdan zaten düzəldən, gipsdən düzəldilən skeletdir. Və burada belə, burada dərs ləvazimatlar, bu da insan yəqin ki, o anatomiyadan zaten dərs keçmək üçün olan şeylərdir. Bazı sümüklər fikir verir, görürsünüzmü? Və belə. Yağıb dövlət orqanlarında, yerli orqanlarda bu arada fikirləşsinlər. Səhvləmirəmsə bu Təhsil Nazirliyinin balansında çox güman ki, amma Təhsil Nazirliyi bunu elə belə istifadə etmirsə, yəqin ki, bunu satar, həm dövlət büdcəsinə pul gələr, həm də ki, kəndə xeyri olar da bunun. Belə səhər bu videonu hazırladım ki, bilsinlər ki, belə bir yer var və bundan hər halda səmərəli istifadə eləmək. Ərazisi çox gözəl də ərazisi var. Fikir verin, o vaxt düzəldiblər. Bura əslində yoxuş yer olub, yəni tikinti üçün düzəldilər. Çox gözəl bir yerdir. Məsələn, mən bu yeri gözəl bir pansionat kimi görürəm. Çox gözəl bir pansionat kimi görürəm. İndi şübhəsiz ki, buna həm imkanlı adam lazımdır, həm də ki, bir qədər kömək lazımdır ki, bu məsələləri həll etsin. Belə.